Bugünkü mövzumuz yeni sosial münasibətlərin meydana gəlməsi, yəni burjua islahatlar. Şimali Azərbaycanda 19-cu əsrin ikinci yarısından etibarən kapitalist münasibətləri inkişafa başladı. Bu prosesə Rusiya imperiyasında aparılan islahatlar güclü təkan verdi. İslahatlar Azərbaycanda sosial-iqtisadi sahədə mühüm dəyişikliklərlə yeni münasibətlərin formalaşmasına, iqtisadi və mədəni inkişafa səbəb oldu. Tarixə burjua islahatları kimi daxil olmuş bu dəyişikliklər nəticəsində Azərbaycanda yeni sosial təbəqələr, milli burjuaziya, fəhlə sinifi və millətin formalaşmasında əsas rol oynayan yeni ziyalılar meydana gəldi. 19-cu əsrin ortalarına kimi Rusiya imperiyası mütləqiyyət quruluşlu feodal ölkəsi idi. Yəni 19-cu əsrdə Rusiya mütləqiyyət quruluşlu feodal ölkəsi idi. Hakimiyyət yalnız feodal zadəgan təbəqəsinin əlində cəmləşmişdi. İndi baxaq bu dövrdə Azərbaycanda vəziyyət. Bu dövrdə müstəmləkə vəziyyətində olan Şimali Azərbaycanda vəziyyət daha ağır idi. Deməli, Şimali Azərbaycanda vəziyyət daha ağır idi. Belə ki, əhalinin əsas hissəsini təşkil edən kəndlilər dövlətdən və feodallardan asılı vəziyyətdə qalaraq torpaq mülkiyyət hüquqlarına malik deyildilər. Deməli, kəndlərimiz həm dövlətdən, həm feodaldan asılı idilər və torpaq mülkiyyət hüquqlarına malik deyildilər. Feodal zadəganlar torpaq mülkiyyətinə kəndlilər üzərində hakimiyyətə malik olsalar da, dövlətin inzibati idarə işlərindən kənarlaşdırılmışdı. Bilirik ki, bizim yerli bəy və ağalarımız, yəni zadəganlarımız torpaq mülkiyyətinə kəndlilər üzərində hakimiyyətə malik olsalar da, 1840 islahatından bilirik ki, bəy və ağalarımız dövlətin inzibati idarə işlərindən tamamilə kənarlaşdırılmışdılar. İdarəçilik hüququ yalnız zadəgan əsilli Rus məmurlarına məxsus idi. Eyni zamanda sənətkar və tacirlərin də vəziyyəti yaxşı deyildi. Rus işğalı tacirlərimizin şərq ölkələrlə ənənəvi ticarət əlaqələrinin qırılmasına səbəb olmuşdu. Dövlət idarəçiliyindən və hərbi gəlirlərdən məhrum olan zadəgan feodallar sənaye malları əldə etmək üçün vergilər artırır. Deməli, bizim yerli bəy və ağalarımız dövlət idarəçiliyindən və hərbi gəlirlərdən məhrum idilər deyə məcbur kəndlilər üzərində qoyulan vergilər artırırdı. Bu isə kəndlilərin narazılığına səbəb olurdu. Rusiya Azərbaycandan xam mal mənbəyi və satış bazarı kimi istifadə edirdi. Elə ona görə dedi ki, sənətkar və tacirlərimizin də vəziyyəti yaxşı deyildi. Ona görə də Rusiya islahatlar keçirməyə məcbur qaldı. Çünki bilirik ki, 1853-1856-cı illərdə Rusiya Krım müharibəsi aparmışdı və bu müharibədə məğlub olmuşdu. Və Krım müharibəsindəki məğlubiyyət Rusiyanın hərbi texniki və sənaye cəhətdən dünyanın aparıcı dövlətlərindən geri qaldığını göstərdi. Təhkimçilik rejiminin çürüklüyünü, daxilindəki bütün ziddiyyətləri aşkara çıxardı. Yəni, Krım müharibəsində məğlub oldu. Məğlub olandan sonra başa düşdü ki, Rusiya Avropa aparıcı dövlətlərindən geri qalıb. Ona görə də islahatlar keçirmək lazımdır. Çar hökumətinin burjua islahatları keçirməkdə əsas məqsədi ölkədə sosial partlayışın qarşısını almaq, Rusiyanı aqrar ölkədən sənaye ölkəsinə çevirmək, kapitalizmin inkişafına mane olan amillər aradan qaldırmaq idi. Eyni zamanda feodal təhkimli cəmiyyəti burjua cəmiyyəti ilə əvəz etməklə iqtisadiyyatın inkişafını təmin etmək idi. Ona görə də Çar II. Aleksandr 1861-ci ildə fərman verdi və təhkimçilik hüququnun ləğvi haqqında qərar qəbul elədi. Bununla da Rusiyada təhkimçilik hüququ ləğv edildi. İlk növbədə islahatlar daxildə Ruslar yaşayan bölgələrdə aparılırdı. Lakin ölkənin ümumi yüksəlişinə nail olmaq, inkişaf edən sənayenin tələbatını ödəmək üçün hökumət bu prosesi müstəmləkələrdə də reallaşdırmağa məcbur oldu. Yəni, ilk öncə Rusiyanın özündə islahat keçirildi. Lakin sonra tam olaraq inkişafı bərpa eləmək üçün digər bölgələrdə də islahat keçirmək lazım idi. Ona görə də 1864-cü ildə Rusiya Balaxanı neft mədənlərində kəndlilərin məcburi əməyini ləğv etdi. Deməli, 1864-cü ildə Balaxan neft mədənlərində kəndlilərin məcburi əməyi ləğv edildi. 1865-ci ildə kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında
əsasnamə qəbul edir. Deməli, 1865-ci ildə kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə qəbul edilir. Bu əsasnamə ilə mülkədarların kəndlər üzərində polis və məhkəmə hakimiyyət hüququ ləğv edildi. Bilirik ki, bizim bəy və ağalara kəndlilər üzərində bir 1846, bir də 1847-ci il islahatında polis və məhkəmə hüququ verilmişdi. Artıq 1865-ci il islahatında mülkədarların kəndlilər üzərində polis və məhkəmə hüququ ləğv edildi. Polis və məhkəmə hüququ ləğv edildi. Seçkili orqan olan vahid kənd idarəsi yaradıldı. Beləliklə, 65-ci il əsasnaməsi ilə mülkədarların kənd idarəsinə müəyyən təsiri qalsa da, kəndlilər üzərində hakimiyyəti xeyli azaldılmışdır. Mülkədarların müəyyən qədər kənd idarəsində təsiri qalsa da, kəndlilər üzərində hakimiyyəti xeyli azaldılmışdır. Amma 65-ci il islahatının məhdud cəhətləri də var idi. Məhdud cəhətləri bu idi ki, vergilərin ümumi miqdarı dəyişilmədi. Yəni, vergilərin ümumi miqdarı dəyişməz olaraq qaldı. Eyni zamanda torpaqlar yenə də bəy və ağaların mülkiyyətində saxlanıldı. Deməli, 65-ci il kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə, mülkədarların kəndlilər üzərində polis və məhkəmə hüququ ləğv edildi, seçkili orqan olan vahid kənd idarəsi yaradıldı. Bu mütərəqqi cəhətləri, məhdud cəhətləri isə torpaqlar yenə də bəy və ağaların əlində qalmışdı, vergilərin ümumi miqdarı isə dəyişməz olaraq saxlanılırdı. İndi baxaq 1870-ci il əsasnaməsinə. Çar II Aleksandr uzun sürən hazırlıq işlərindən sonra 1870-ci ildə kəndli islahatın keçirilməsi barədə əsasnamə imzaladı. Əsasnamə, bilirik ki, o dövrdə imperator 2-ci Aleksandr idi. Əsasnamə 2-ci Aleksandr tərəfindən təsdiq edildi. İndi baxaq 1870-ci islahatına. Azərbaycanda tətbiq edilən kəndli islahatı yalnız sahibkar kəndlərinə aid edilmişdir. Deməli, həm 40-cı il islahatları, həm də 70-ci il islahatları yalnız sahibkar kəndlərinə aid edilmişdir. Bu da ölkədəki kəndlərin 5də 1-ini təşkil edirdi. Ona görə də bu islahatlar bütövlükdə Şimali Azərbaycan kəndində köklü dəyişikliklərə səbəb olmadı. Deməli, ancaq sahibkar kənd isnad edilmişdi. Sahibkar kəndisi də ölkədəki kəndin yalnız 5də 1 idi. Ona görə də islahatlar köklü dəyişikliklərə səbəb olmadı. İndi baxaq, kəndli əsasnaməsində toxunulacaq məsələlər 1. Torpaq mülkiyyəti 2. Vergi və mükəlləfiyyətlər 3. Kəndlilərin feodal asılılığın azad edilməsi. Birinci məsələ torpaq məsələsidir. Torpaq məsələsinə əsasən kəndlilərə 5 desiyyətindən çox olmayan torpaq payı verilirdi. Kəndlilərə 5 desiyyətindən çox olmayan torpaq payı verilirdi. Burada ən vacib yenilik kəndlinin öz pay torpağını satın alıb şəxsi mülkiyyətinə keçirmək hüququna sahib olması idi. Deməli, əsasnamədə satın alacaq torpağın dəqiq miqdarı göstərilmirdi. Burada qeyd edilirdi ki, əsasnaməyə qədər kəndlinin istifadəsində olan torpaqlar onların daimi istifadəsinə verilsin. Deməli, əsasnaməyə qədər kəndlilərin istifadəsində nə qədər torpaq varsa, torpaqlar onların daimi istifadəsinə verilirdi. Hökumət mübahisəli məsələləri həll etmək və sahibkarlara artıq torpaq sahələrini kəsmək hüququnu vermək üçün 5 desiyatinlik norma müəyyən eləmişdi. Deməli, 5 desiyatinlik norma müəyyən etmişdi. Belə ki, hər bir kəndliyə yalnız 5 desiyatindən çox olmamaq şərti ilə öz pay torpağını satın alıb şəxsi mülkiyyətinə keçirmək hüququ verildi. Bunun müqabilində kəndlilər bəylərə ödənc verməlidirlər. Amma bu məcburi deyildi. Deməli, 70-ci il əsasnaməsi torpaq məsələsində dedi ki, torpağın dəqiq miqdarı göstərilmirdi. Əsasnaməyə qədər kəndlinin istifadəsində olan torpaqlar onun daimi istifadəsinə verilirdi. Sonradan da kəndli bu torpağı satın alıb öz şəxsi mülkiyyətinə çevirə bilərdi. Amma bir şərtlə 5 desiyatin norma vardı. Yəni, kəndli yalnız 5 desiyatindən çox olmamaq şərti ilə öz pay torpağını satın alıb mülkiyyətinə çevirə bilərdi. Bunun qarşılığında kəndli sahibkara ödənc verməlidir. Amma bu məcburi deyildi. Kəndli
pay torpaqlarını sahibkarla qarşılıqlı razılıq əsasında hissələr və ya bütöv şəklində satın ala bilərdi. Kəndlinin əlindəki 5 desətdən artıq torpaq mülkədarın xeyrinə kəsilib götürülürdü. Deməli, əgər kəndlinin əlində 5 desətdən artıq torpaq varsa, mülkədarın xeyrinə kəsilib götürülürdü. Lakin ərazisi 5 desətindən az olan kəndlilərə əlavə torpaq verilməsi nəzərdə tutulmurdu. Deməli, 5 desətindən çoxdursa kəsilib götürülürdü, yox əgər azdırsa sənə əlavə torpaq verilmirdi. Bundan sonra mülkədarlara kəndlilərin torpağının bir hissəsini kəsib götürmək hüququ verilmişdi. Belə ki, əgər kənd icmasında pay torpağı hər bir kişi üçün normadan çox olduqda, bir də mülkədarlara əkinə yararlı torpaqların 1/3-dən az torpaq qalardısa, mülkədar bu hüququndan istifadə edib torpaqların bir hissəsini kəsib götürə bilərdi. İndi baxaq torpaq məsələsinaməsinin başqa maddələrinə. Deyirik ki, kəndlinin daimi istifadəsində olan onun həyətyanı torpağı, deməli, həyətyanı torpaqlar, meyvə bağları, üzüm bağları, əkin sahələri onların pay torpağı hesab olunurdu. Deməli, kəndlinin daimi istifadəsində olan həyətyanı torpağı, meyvə bağları, üzüm bağları onların daimi istifadəsində olurdu və pay torpağı hesab olunurdu. Sahibkar kəndlilərinə əkib becərdikləri torpaqlardan daimi istifadə hüququ verildi. Bu torpaqdan istifadə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs istifadə etdiyi torpaq payını nəslinin davamçısına verirdi. Sahibkarın bu torpağı geri almaq hüququ yox idi. Yəni, kəndlinin istifadəsində qalan torpaqlar, meyvə bağları, üzüm bağları, bunlar kəndlinin pay torpağı hesab olunurdu. Eyni zamanda torpaqlar kəndlinin daimi istifadəsində qalırdı. Kəndli torpağı nəslin davamçısına verə bilərdi. Sahibkar da bu torpağı kəndlidən geri ala bilməzdi. Yəni, əgər kəndli torpağı şəxsi mülkiyyətinə çevirməyibsə belə, sahibkar kəndlidən torpağı geri ala bilməzdi. İndi baxaq vergi və mükəlləfiyyətlərə. Bahalılıq səbəbindən torpaqlarını satın ala bilməyən kəndlilər yenə də əvvəlki qaydada malcəhət və bəhrə vergisi ödəyirdilər. Bir malcəhət, bir də bəhrə. Bilirik ki, malcəhət məhsul vergisi, bəhrə isə sudan istifadəyə görə alınan vergi idi. Artıq bu dövrdə bu islahata əsasən biyar ləğv edildi. Biyar ləğv edilir, pul ödənişi ilə əvəz olunurdu. Biyar və müxtəlif peşkəşlərin əvəzinə mülkədar torpaqlarında hər desiyətinə görə pul mükəlləfiyyət tətbiq edildi. Yəni, bugünə qədər biyar idi, artıq biyarın yerinə pul mükəlləfiyyəti. Məhsul vergisi malcəhət, sudan istifadəyə görə bəhrə alınırdı. Bu islahata əsasən meşələrdən istifadəyə görə də vergi ödənilməlidir. Deməli, meşədən istifadəyə görə vergi ödənilməlidir. Üçüncü məsələ bildik ki, feodal asılılığın ləğv edilməsi. Deməli, üçüncü məsələ kəndlilərin feodal asılılığının azad edilməsidir. Azərbaycanın sahibkar kəndliləri şəxsən azad elan edildilər. Deməli, sahibkar kəndlilərimiz şəxsən azad elan edilirdilər. İslahat hakim zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və qanunlar ləğv etdi. Artıq kəndlilər öz pay torpaqlarını satın ala bilməyib. Mülkədardan iqtisadi cəhətdən asılı qalsalar da şəxsi asıllıq deyildi. İslahatın bu xüsusiyyətləri sahibkar kəndlərində feodal asılı münasibətlərinə zərbə vurdu. Deməli, əgər sən torpağını satın alıb öz mülkiyyətinə çevirməmsənsə belə, mülkədardan şəxsi asılı deyildi. Yəni, iqtisadi asılılıq olsa da şəxsi asılı deyildi. İndi baxaq islahatın nəticələrinə. 1870-ci il kəndli islahatı mənfi cəhətlərinə baxmayaraq burjua xarakteri daşıyırdı. Deməli, bu islahatlar burjua xarakteri daşıyırdı. İslahat kənddə mövcud olan vəziyyətin tədricən kapitalist istehsalının keçməsinə şərait yaratdı. İslahatdan sonra kənddə təbəqələşmə gücləndi. Deməli, 70-ci islahatlarında müsbət cəhətlər oldu ki, kəndlərdə təbəqələşmə gücləndi. Ortapap kəndlilər öz pay torpaqlarını satın alaraq tədricən varlı kəndlərə, qol çomaqlara çevrildi. Deməli, torpağını satın alan oldu qol çomaq.
Sayı artan az torpaqlı və torpaqsız kəndlilər mülkədarların və qolçomaqların təsərrüfatında muzlu işçi kimi çalışmaq məcburiyyətində qaldılar. Deməli, artıq təbəqələşmə yarandı. Qolçomaq və muzlu işçi. Beləliklə, kəndlərdə kapitalist münasibətləri formalaşmağa başladı. Torpağını satın ala bilməyən, amma kənddən qalmağa məcbur olan kəndlilər düşdü müvəqqəti mükəlləfiyyətliyə. Deməli, torpağını satın ala bilməyən, amma kənddə qalmağa məcbur olanlar düşdülər müvəqqəti mükəlləfiyyətli vəziyyətinə. Bu vəziyyət Rusiyada 81-ci ildə ləğv edilsə də, Azərbaycanda ləğv olunacaq 1912-ci ildə. Deməli, müvəqqəti mükəlləfiyyətli Rusiyada 1881, Azərbaycanda 1912-ci ildə. Çar məmurları o dövrdə etiraf edirdilər ki, kəndli islahatı imperiyanın heç bir ərazisində Azərbaycandakı kimi ağır olmamışdı. Sahibkar kəndlilərin əksəriyyəti pay torpaqlarını satın alaraq öz mülkiyyətlərinə çevirə bilmədilər. Mülkədarlar da onları bu torpaqdan çıxara bilmədi. Deməli, kəndlərin çoxu torpağını satın alıb öz mülkiyyətinə çevirə bilmədi. Amma yenə də sahibkarlar kəndliləri o torpaqdan çıxara bilməzdi. Sahibkar kəndlilərinə məskun olduqları torpaqlardan daimi istifadə etmə hüququ verirdi. Elə buna görə də 70-ci il islahatı burjua xarakteri daşıyırdı. Yəni, kəndlinin pulu yoxdur, torpağın öz mülkiyyətinə çevirə bilməsə də, istifadə etdiyi torpaqlardan daimi istifadə hüququ alırdı. Elə bu da burjua xarakteri daşıyırdı. Bir də var 70-ci islahatların məhdud cəhətləri. Məhdud cəhətlərdən biri odur ki, bilirik ki, bu islahatlar ancaq sahibkar kəndlərinə aid edilirdi. Dövlət kəndliləri islahatdan kənarda qaldı. Bu dövrdə bu islahat əsasən dövlət kəndliyə maddi yardım göstərmədi. Bu isə onların hamısının öz torpaqlarını mülkiyyətinə çevirməyə imkan vermədi. Yəni, bilək ki, Rusiyada kəndli islahatından sonra dövlət kəndliyə kömək eləyirdi, torpağın pulunu ödəyirdi sahibkara. Sonra kəndli yavaş-yavaş dövlətin pulunu ödəyirdi. Amma bizdə dövlət kəndliyə yardım eləmədi. Hələ də kəndlilər əvvəlki qaydada vergi və mükəlləfiyyətlər daşıyırlar. Bayaq dediyimiz kimi, müvəqqəti mükəlləfiyyət vəziyyətə düşmüşdülər 1912-ci ilə qədər. Rusiyada 81-ci il ləğv oldu, Azərbaycanda 1912-ci ildə. Ümumiyyətcə, Azərbaycanla Rusiya arasında keçən islahata belə bir fərq var idi ki, misal üçün, bizdə 70-ci islahatı dövlət kəndinə aid edilmədi. Amma Rusiyada 66-cı ildə dövlət kəndinə aid edilmişdi. Bizdə torpaqların satın alma məbləği Rusiyadakı qiymətlərdən dəfələrlə yüksək idi. Dediyimiz kimi, Rusiyada dövlət kəndliyə yardım eləyirdi, maddi yardım ayırırdı, amma bizə maddi yardım etmirdi. Yəni, torpaqları almaq üçün kömək etmirdi. Bu da bizlə Rusiya arasında keçirilən islahatların fərqi idi. İndi baxaq 66-cı il məhkəmə islahatına. 1866-cı ildə məhkəmə, 1878-ci ildə isə şəhər islahatı həyata keçirildi. Rusiyada bilir ki, məhkəmə islahatı həyata keçirilmişdi 1864-cü ildə. Bizdə isə 2 il sonra 1866-cı ildə həyata keçirildi. Məhkəmənin mütərəqqi cəhətləri var idi, yaxşı cəhətləri də var idi. Belə ki, məhkəmə islahatına əsasən 1866-cı il məhkəmə islahatına əsasən deyirik ki, məhkəmələr açıq keçirilməlidir. Hakimlər müstəqil olmalı idi. Qanun qarşısında bütün təbəqələrin formal bərabərliyi olmalı idi. Deməli, məhkəmələr açıq keçirilməli, hakimlər müstəqilliyi, ittihamçı ilə müdafiəçinin çəkişməsi, qanun qarşısında bütün təbəqələrin formal bərabərliyi. Yəni, formal olsa da qanun qarşısında hər kəs bərabər idi. Formal olsa da qanun qarşısında hər kəs bərabər idi. Hətta məhkəmə nizamnamələri haqqında qanunda məhkəmə hakimiyyəti icra orqanlarından ayrılırdı. Deməli, 66-cı il məhkəmə islahatının mütərəqqi cəhətləri dedi ki, əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələr açıldı. Məhkəmə iclasları açıq keçirilməlidir. Məhkəmədə vəkillərin iştirakına icazə verilirdi. Deməli, məhkəmələr açıq keçirilirdi, hakimlər müstəqil olurdu, ittihamçı və müdafiəçi çəkişirdi, qanun qarşısında bütün təbəqələr bərabərdir. Mütərəqqi cəhətlər o oldu ki, əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələr yaradıldı.
məhkəmə icraçları açıq keçirilməli idi. Bir də məhkəmədə vəkillərin iştirakına icazə verilirdi. Amma məhkəmə islahatının məhdud cəhətləri o idi ki, Rusiyada andlı iclasçılar məhkəməsi yaradılsa da, bizdə andlı iclasçılar məhkəməsi yaradılmadı. Deməli, Rusiyada yaradılsa da, bizdə yaradılmadı. Azərbaycanda keçirilən islahatda yerli əhalinin məhkəmə hakimi olmasına imkan verilmirdi. Hakimlər Qafqaz canişin tərəfindən, ruslardan və ya digər xristiyan məmurlardan seçilirdi. Yəni, sırf Azərbaycanlı olmasın, kim olur olsun, ruslardan, bir də digər xristiyan məmurlardan hakim seçilirdi. Özü də Qafqaz canişin tərəfindən. Məhkəmələr yalnız rus dilində aparılırdı. Şahid ifadəsi qəbul eləmirdilər, yalnız yazı sənəd istəyirdilər. O dövrdə bilirik ki, savadsızlıq olduğuna görə hər kəs yazılı sənəd hazırlaya bilmirdi. Bu da oldu məhkəmənin məhdud cəhətləri. Deməli, 66-cı il məhkəmə islahatında dedik ki, məhkəmənin əsas prinsipləri, məhkəmənin açıq keçirilməsi, hakimlərin müstəqilliyi, ittihamçının və müdafiəçinin çəkişməsi, qanun qarşısında hər kəsin formal bərabərliyi. Məhkəmə nizamnamələri haqqında qanunda məhkəmə hakimiyyəti icra orqanlarından ayrılırdı. Dedik ki, məhkəmənin müsbət cəhətləri, məhkəmədən açıq keçirilməsi, ümumi məhkəmənin yaradılması, məhkəmədə vəkillərin iştirakına icazə verilməsi. Mənfi cəhətləri, andlı iclasçılar yaradılmadı. Məhkəmələr ancaq rus dilində keçirilirdi. Şahid ifadəsi icazə verilmirdi, yalnız yazı sənəd istəyirdilər. O dövrdə bilirik ki, hər kəs sənəd hazırlaya bilmirdi. Məhkəmələr yalnız rus dilində olsa da, tərcüməsinin iştirakına icazə verirdilər. O dövrdə bizim yerli bəy və ağalarımızın məhkəmə hakimi olmasına icazə verilmədiyindən onlar da gedirdilər. Rusiya universitetlərində hüquq oxuyub, gəlib vəkil kimi çalışırdılar. Bunlardan biri də Əlmərdan bəy Topçubaşov, Fətəlxan Xoyski olmuş. Demək, iki vəkilimiz, bir Xoyski, bir də Əlmərdan bəy Topçubaşov olmuşdu. 66-cı il məhkəmə islahatının Rusiyadan fərqli cəhətləri. Demək, Rusiyada hakimlər əhali tərəfindən seçildiyi halda bizdə Qafqaz canişin tərəfindən rus və digər xristiyan məmurlardan təyin edilirdi. Yəni, bizə təyin olunmaydı. Rusiyada adlı iclasçılıq yaradıldı, bizdə yaradılmadı. Hətta bu dövrdə deyirik ki, əgər kəndlilər məmur və mülkədarların həyatına və mülkiyyətinə zərər vurarlarsa, onların işi hərbi dairə məhkəmələrinə göndərilirdi. Burada da ölüm cəzası adi hala çevrilmişdi. Deməli, kəndlilərin işi hərbi dairə məhkəmələrinə göndərilirdi. Burada da ölüm cəzası adi hala çevrilmişdi. İndi baxaq şəhər islahatına. Şəhər islahatı keçirilmişdi 1878-ci il, deməli 1878-ci ildə. İslahatın keçirilməsində məqsəd, daha doğrusu niyə keçirməyə məcbur qaldılar? Çünki həm kapitalist münasibətlər inkişaf eləmişdi, həm şəhər əhalisinin sayı sürətlə artırdı və burada vəziyyət mürəkkəbləşirdi. Tacir və sənayeçilərin ictimai siyasi